Bismillahirrahmanirrahim. Niye biz Hazreti Ali'nin şiyesi olmuşuk? Ona göre ki Allah'ın Resulü Hazreti Muhammed buyurur, Aliyyum me'al Kur'an vel Kur'anu me'al Ali. Yeri gelmişken deyim ki, o hadisleri ki ardınca diyeceğim, Əhl-i Sünnə kardeşlerimizin kitaplarından götürmüşük. Allah'ın Resulü buyurur, Əli Kur'anlandır ve Kur'an da Əli iləndir. Haqq Əli iləndir və Əli də haqlandır. Və buyurubdur, ey Əli, sən eşidirsən, hər nə Allah tərəfindən mən eşidirəm və görürsən, hər nə mən Allah tərəfindən görürəm. Ki, bu hədislər Əhl-i Sünnə kitabları Müstədrək 3-cü cild, Səhih Tirmizi 2-ci cildidə gəlibdir. Ayşə və Ümmü Sələmənin deməkləri ilə Həzrət Muhammed, Həzrət Əlini, Həzrət Fatiməni, Həzrət Həsəni, Hüseyni öz xüsusi əhl-i beyti olaraq əbasının altına topladı və 33-cü Əhzab ayəsini onlara oxudu və buyurdu, Allahümmə innə haulai əhl-i beyti. Bu cümlə ilə əhl-i beyti kəsanın kimsəliklərini müəyyən etdi və bir parça əbanın altına almaqla bu mövzunun təkidin daha şiddət verdi və 6 ay bu şəkildə onları namaza səsləməklə əhl-i beytin əhəmiyyətin ümmətə daha xatırlatdı ki, bu mövzu Əhl-i Sünnə kitablarında Səhih Müslim 7-ci cild, Səhih Tirmizi 5-ci cild və Müsnəd-i Həmbəl 6-cı cildidə gəlibdir. Allah'ın Resulü Hazreti Ali'ni 2 dəfə öz qardaşlıq şərəfinə nail edibdir və həm də özünə vəzir edibdir. Əhl-i Sünnə kitabları Əl-Camu Səhih 5-ci cild, Müstədrək Hakim 3-cü cildidə gəlibdir. 61-ci ayə Ali-İmran surəsində Allah Teala Hazreti Ali'ni Hazreti Muhammed'in canı olduğunu bildirir. Buyurur ki, Hazreti Ali Hazreti Muhammed'in canıdır ki, Ənfusana sözü ilə gəlibdir və bu ayə Əhl-i Beyti kəsanın Allah qatında əzəmətli olduğunu müəyyən edir və həm də bu mübahilə ayəsi getirir ki, Əhl-i Kəsa İslam ümmətinin ürəyidir. Əhl-i Kəsa yəni Həzrəti Muhammed, Həzrəti Əli, Həzrəti Fatimə, İmam Həsən və İmam Hüseyin bir əqidə və elmi müharibədə, bir ideolojik və bilik savaşında vardılarsa, daha başqalarının olmağına ehtiyac duyulmaz. Ki, bu ayənin təfsiri Əhl-i Sünnə alimləri Zəməxşəri, Fəxri Razi, İbn Teymiyyə və Səhih Müslimdə də gəlibdir. Ömər ibn Xəttab deyir, Allah məni bir ilişəcəkdə tək qoyma, məgər o ki, Əli də orada olsun. Əhl-i Sünnə kitabı Fəthül Bari İbn-i Həcər 13-cü cildidə bu gəlibdir. Əzizlər, Qədir Xumda Peyğəmbər Allahın əmri ilə buyurduğu, Cəbrail mənə xəbər verdi ki, tezliklə dünyanı tərk edəcəm və Qur'anı və Əhl-i Beytimi sizə amanat verirəm. Və Həzrət Əlini öz yerinə xəlifə qoyaraq buyurdu, hər şəxs mən onun mövlasıyam, pəs bu Əli də onun mövlasıdır. Və ardında Həzrət Əlinin haqqında bir xəlifə olaraq dua etdi ki, bu hədisdə Müsnəd-i Həmbəl 35-ci cildidə gəlibdir. Həm də Quranda 55-ci Maidə surəsində Allah buyurur, sizin vəliniz ancaq Allah və onun rəsuludur və o şəxsdir ki, rüku halında üzüyün sahilə verdi. Yəni Həzrəti Muhammedin vilayəti nə cürdürsə, Həzrəti Əlinin də vilayəti o cür olmalıdır. Əhl-i Sünnə kitabları İbn Kəsir 2-ci cild, Kəşşaf 1-ci cildidə gəlibdir. Və başqa bir hədis ki, Mənzələt hədisi adlanır və Səhih Buxaridə və Müsnəd Həmbəldə də gəlibdir. Həzrəti Muhammed buyurur, ey Əli, razı olursanmı ki, sən mən üçün Həzrəti Musa ilə Harun kimisən, təkcə sən Peyğəmbər deyilsən, amma bütün möminlərin də mövlasısan. Yəni Həzrəti Harun necə Həzrəti Musa'nın xəlifəsidir, Həzrəti Əli də Həzrəti Muhammedin xəlifəsi olmalıdır. Allahın Rəsulü yenə buyurubdur, Əlini ancaq mömin sevər və Əlidən ancaq münafiq nifrət edər. Əlidən ancaq ikiyüzlülərin acığı gələr. Və buyurubdur, mənim əhl-i beytim Həzrəti Nuhun gəmisinə bənzəyir. Ona minən nəcat tapar, bağışlanar, amma minməyən də aradan gedər. Ki, bu hədislər də Səhih Müslimdə və Müstədrək Əl-Səhihində gəlibdir. Əhl-i Sünnə və Şiə alimlərinin həmrəyliyi ilə Sırat körpüsünü biri keçə bilməz, məgər o ki, Həzrəti Əli onun əməl məktubunu imzalaya. Çox qədimki Əhl-i Sünnə təfsirçisi Cənab-ı Təbəri öz təfsir kitabında yazır ki, Həzrəti Muhammed Həzrəti Əliyə buyurdu, ey Əli, sən və şiyələrin xayrul bəriyyəsiz, yəni yaranmışların ən daha yaxşısısınız. Cənab-ı Tirmizi öz sünənində Ümmül-Müminin Ayşədən yazır, yer üzündə heç şəxs Əli kimi Həzrəti Muhammedin ürəyin ələ ala bilməmişdi. Və Əhl-i Sünnə kitabı Kənzül Ummal 1212-ci hədisdə yazır, Allahın Rəsulü buyurdu, ey Əmmar, ümmət hamısı bir yolu gedərsə və Həzrəti Əli də bir başqa bir yolu gedərsə,
bütün ümməti boşla və Həzrət Əli getdiyi yolu getkinən ki, Həzrət Peyğəmbər bu sözlə Həzrət Əlinin ismətini imzalayıbdır. Əhl-i-Sünnə alimi Carullah Zəməxşəri Kəşraf təfsirində yazıbdır. Əbu Bəkir o zaman ki, Bəraət surəsinin Həzrət Muhammedin əmri ilə aparırdı Məkkə əhlinə oxusun. O yarı yolda idi ki, Cəbrail Peyğəmbərə nazil oldu və buyurdu: bu ayələri sən özün ya səndən olan bir şəxs gərək elan və əda etsin. Əzizlər, baxın görək, Allah edə bilməzdimi bu ayələri əvvəlcədən Həzrət Əlinin əli ilə Məkkəyə yollasın? Bu ayələri yarı yolda Əbu Bəkirdən almaqda hansı böyük bir məqsədi var idi? Və Xeybər müharibəsində ki, Müsnəd-i Həmbəl 6-cı cildidə və Səhih Buxaridə də gəlibdir. Allahın Rəsulü buyurdu: bayrağı sabah bir əzizə verəcəm ki, o şəxs Allahı və onun Rəsulunu çox sevir və Allah da və onun Rəsulu da o şəxsi daha çox sevir və heç vaxt müharibə meydanlarında geriyə qaçmayıbdır. Bəli, o şəxs Həzrət Əli idi ki, Xeybərin qapısını bir qalxan kimi əlində dolandırdı. Əsədullahil qalib, aslanların aslanı Xeybər Fatihi Əlidir. Bədr, Uhud, Xəndək qəhrəmanı Əlidir. Başqaları canın götürüb dağa daşa qaçanda Cəbrail səslənib: la fəta illa Əli, la seyfə illa Zulfiqar Əlidir. Ərəbin böyük pəhlivanın Əbdüvudlu cəhənnəmə yollayan Əlidir. O ki, qılın zərbəsi Xəndəkdə insicinin ibadətindən üstün oldu Əlidir. Əfsəl Əhl-i Beyt ki, Həzrət Muhammed buyurdu: mənim Əhl-i Beytim Həzrət Nuhun gəmisinə bənzəyər Əlidir. 2 dəfə Həzrət Muhammedin qardaşlıq şərəfinə nail olan Əlidir. Elmin qapısı ənə Mədinətul elm və Əliyyun babuha əl-Qur'anu məl Əli, əl-Haqqu məl Əli, darul mədarul haqq Əlidir. O seyyidir ki, elm o əməl o iman o qudrət o şücaət o ismət o təqva doğrudan bir yerə toplanıbdır Əlidir. Belə Əlinin çoxlu fəzilətləri ilə haqqı başqa yerdə axtarmağın nə mənası vardı? Çünki Həzrət Muhammedin xüsusi və özəl tələbəsi mən kuntu Molla Faza Əli Mollası Əlidir. Əhl-i-Sünnə təfsiri yazan Cənab-ı Carullah Zəməxşəri Qurandan 12 ayəni Həzrət Əlinin şənində çox gözəl şəkildə izah edibdir. İbn Abbas deyir, 300 ayə Qurandan Həzrət Əlinin şənində gəlibdir. Ali İmran surəsində mübahilə ayəsində Ənfusanadan məqsəd Həzrət Muhammed və onun canı Əlidir. 55-ci ayə vilayət ayəsində Maidə surəsində Vəli ki, rükuda üzüyün sahilə verdi Əlidir. 59-cu Nisa surəsində Ulul Əmr ayəsində Ulul Əmridən məqsəd Əlidir. 67-ci ayə Təbliğ ayəsində Maidə surəsində ki, Allah buyurur: yetir cəmaata sənə dediyim iblağı, axı hər nə İslam şəriətində var idi deyilmişdi. Amma təkcə mövzu ki, ciddi deyilməmişdi və qalmışdı, elan-ı xilafət və imaməti Əlidir. Ümmü Sələmə və Ayşənin deməkləri ilə və Əhl-i Beyt məktəbinin yəqini ilə Tətil ayəsindən məqsəd Fatimə və 11 oğladı Fatimə və Əlidir. 23-cü ayə Şura surəsində Məvəddətən zil qurbadan məqsəd Fatimə və oğladı Fatimə və Əlidir. Ayə la yanalu əhd-i zalimin bildirir ki, imam gərək məsum olsun. Və ayə la yəməssu illəl mütəhhirin ayəsi də yetirir ki, Quranı ancaq mütəhhirin edə bilər, dərindən təfsir etsin. Pəs bu məsum və mütəhhirindən məqsəd Əlidir. Və Surə-i Həl-Ətadan məqsəd Fatimə, oğladı Fatimə və Əlidir. 7-ci ayə Rədidə Munzir Həzrət Muhammed və Hadidən məqsəd Əlidir. 8-ci Bəyyinədə Xayrul Bəriyyədən məqsəd Əlinin şiyələri və Əlidir. Və Quranda Əhl-i Zikirdən məqsəd Salihil Müminindən məqsəd Ayə Mən Yəşirdən məqsəd və Kunu Məs-Sadiqindən məqsəd Əlidir. Ali İbrahim və Ali İmranın məqamını Quranda görürük. Amma Bəni Ümeyyə həmən məlunə şəcərəsi 40 il cəmaatı Əhl-i Beytidən uzaq saldı və Əhl-i Beytin özün və hədislərin aradan apardılar ki, əm yəhsudunən nasdan məqsəd Əlidir. Həzrət Muhammed buyurubdur, məndən sonra 12 xəlifəm olacaq və buyurubdur, bunların hamısı Qureyşdəndir ki, Səhih Buxaridə və Səhih Müslimdə və Tirmizidə də gəlibdir. Əvvəli Həzrət İmam Əlidir, ikinci və üçüncü xəlifə haqqında buyurubdur, Həsən və Hüseyin cənnət cavanlarının sərvəridir. Əhl-i-Sünnə kitablarında 80 hədis 26 sahabədən Həzrət İmam Zamanın ya Muhammed Mehdi ki, Həzrət Əlinin nəslindən olmağı və yer üzünü ədalətlə doldurmağı gəlib.
gəlibdir. Pəs bu 12-ci xəlifədə Əhl-i Beytin həyatda olan imamı, yəni İmam Muhammed ibn Həsən el-Əskəridir. Siyuti Tarixul Xulafada da gəlibdir. İmam Sadiq buyurur, Allah lənət eləsin onlara ki, Həzrət Əliyə Allahlıq məqamı qail oldular. Buyurur ki, çünki cəddim Həzrət Əli Allahın bir müxləs və müti əbdidir. Allahın bir müxləs və müti bəndəsidir. Və burada Həzrət Əlinin məzlumluğu haqqında 4 dənə mövzunu qeyd etmək istəyirəm. Birinci, Peyğəmbər Qədir Xumda buyurdu, Qur'an və Əhl-i Beytimi sizə tapşırıram ki, əgər bu ikisinə möhkəm əl atarsınızsa, heç vaxt azmayacaqsınız. Amma diqqət etməliyik ki, Əbu Bəkir və Ömər Həzrət Muhammedin Əhl-i Beyti deyirlər. İkinci, Hz. Muhammed Qədir Xumda yenə buyurdu, mən kuntu mola, hər kəs mən onun molasıyam, pəs bu Əli də onun molasıdır. Əzəva ki, Ömər Əbu Bəkirin vəsiyyəti ilə xəlifə ola bildi, amma Hz. Əlini ki, Hz. Muhammed cəmaat üçün xəlifə və imam etmişdi, Hz. Əlinin imam və xəlifə olmağını qəbul etmədilər. Üçüncü, əgər Əbu Bəkirin və Ömərin fəzilətləri haqqında cürranmış və formalaşdırmış hədislər doğrudursa, pəs niyə tarixdə səqifə cəryanında bunlar özləri bu hədislərə istişad və istinad etmədilər? Dördüncü, Hz. Fatimə Zəhra Peyğəmbərin qızı Hz. Əlinin xanımı bir şəxsiyyətdir ki, atası Hz. Muhammed onun haqqında buyurubdur, Fatimə ürəyimin parası və bütün xanımların xanımı və ilk şəxs olacaq ki, cənnətə keçəcək. Və buyurubdur, Fatiməni kədərləndirən, elə bil ki, məni kədərləndiribdir. Ki, bu hədislər Əhl-i Sünnə kitablarında Səhih Buxari, Kənzul Ummal, Səvaiqul Muhriqə və Müstədrək Hakimdə gəlibdir. Yəni Hz. Muhammed bu sözlə Hz. Fatimənin ismətini imzalayıbdır. Həmişə günahsız qalmağını imzalayıbdır. Həmən Hz. Fatimə dünyasını dəyişəndə Əbu Bəkir və Ömərdən küslü dünyadan getdi və Əbu Bəkirin xəlifə olmağını qəbul etmədi. Çünki atasının Qədir Xumdakı tapşırığına görə öz imamı, yəni Hz. Əli ilə beyət etmişdi. Allahümmə salli alə Muhammedin və ali Muhammed kəma salləyt alə İbrahim və ali İbrahim innəkə həmidun məcid.